Nəyə görə Fatimə Zəhra adlanır? Fatimə radiyallahu anhə nəyə görə Zəhra adlanır? Allah aləm, bəzi insanlar Fatimə radiyallahu anhəni şişirdiblər, qulub ediblər haqqında. Yəni, xüsusən rafizilər Fatimə radiyallahu anh haqqında qulub edib. Nəinki Fatimə haqqında? Peyğəmbər sallallahu aleyhi və səlləm Əli ibn Əbi Talib haqqında qulublar ediblər həmin o insanlar. Qulub, şişirdiblər. Baxın, hətta Peyğəmbər sallallahu aleyhi və səlləmə haqqında deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dünyaya gələndə, doğulanda artıq sünnət olunmuşdur. Yəni, mənasız sözlərdir. Yəni, hətta ola bilsə, yəni sünnət olunmuş gəlsin. Yəni, bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləm sünnət haqqında bir şey varid olmuyor. Yəni, bu mümkündür. Amma bu insanlar özləri çıxardıblar. Və misal üçün, deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin heç vaxtı kölgəsi olmuyor. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu qulubdur. Güya ki, heç vaxtı kölgəsi olmuyor. Yəni, hətta kimsə gəlib onun kölgəsində otura bilərdi. Bu da onu alçalmaqdır. Yəni, bu türlü şeylər qulubdur. Bax, adı Əli ibn Əbi Talib haqqında. Güya ki, Əli ibn Əbi Talib Kəbənin içində anadan olub. Qulubdur bu. Batildir. Nə mənası var? Olub. Laf olub. Hesab eləyək ki, Əli ibn Əbi Talib Kəbənin içərisində anadan olub. Nədir burada fayda? Nədir burada, misal üçün, hədəf? Nədir burada fəzilət? Vallahi, dərslərdə qeyd etmişəm, Əli ibn Əbi Talib anadan olanda Kəbə müşriklərin səltənətində idi. Yəni, müşriklərin ixtiyarındaydı. İçərisi bütlə doluydu. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəni fəth edəndə Kəbənin içərisində 360-dan çox büt var idi. 360-dan çox. Yəni, Əli ibn Əbi Talibin orada olması heç bir fəzilət deyil. Və misal indi hər hansı bir insan gelib Kəbənin içində anadan olsa, indi bu saat, hal-hazırda. Yəni, onun üçün fəzilətdir. Heç bir fəziləti yoxdur. Yəni, Əli ibn Əbi Talibin fəziləti ondan başqa o qədər fəzilətləri var. Həmçinin Fatimə radiyallahu anhə. Yəni, Fatimə radiyallahu anhə Zəhra adı ümumiyyətlə Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında Zəhra adı verilməmişdir. Yox idi. Fatimə radiyallahu anhə bu adı tanımırdı özünə. O vaxt yox idi. Aydındır. Və ümumiyyətlə Fatimə radiyallahu anhənin bu ad onun qədrini qaldırmadı. Yəni, bu ad veriləndən sonra fəzilətli oldu Fatimə radiyallahu anhə. Yox, Fatimə radiyallahu anhənin fəzilətləri açıq aydın yüzdəydi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni, aləmdə, yəni bu aləmin, bütün bu aləmdə qadınların seydidir. Və seydiyi fəziləti. Yəni, Fatimə radiyallahu anhə, Əli ibn Əbi Talib haqqında və ya Əli ibn Əbi Talib radiyallahu anhə güya Kəbədə doğulmasaydı, onun fəzilətləri yox idi. Peyğəmbər sallallahu aleyhi və səlləm Əli ibn Əbi Talib cənnətlə müjdəliyib. Nə lazımdır artıq? Nə qədər fəzilətləri, onu ancaq mömin sevər və onu ancaq münafiq nifrət edər. Bəs edir yəni bu fəzilətlər. Və ya Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bayrağı sabah elə bir insana verəcəm ki, Allah'ı sevir, Allah da onu sevir. Əli ibn Əbi Talibə verir. Allah'ın razılığı, sevgisi. Nə ehtiyac var ki, Kəbədə anadan olur? Yəni, fəzilət əlavə eləmək özündən. Və Fatimə radiyallahu anhə. Yəni, Zəhra adı olmasa, Fatimə Zəhra deyilməsə, güya, yəni Zəhra adı ona, vallahi Zəhra adı Fatimə radiyallahu anhənin zərrə qədər də dərəcəsini qaldırmır. Əksinə, Zəhra adı Fatimə radiyallahu anhə nisbət olunduğuna görə Zəhra adı məşhurlaşır. Zəhra adının dərəcəsi qədri qalxıb. Niyə Fatimə radiyallahu anhə nisbət olunduğu üçün? Allah-u ələm, yəni səhih odur ki, yəni bu Fatimə radiyallahu anhənin adı deyil, yəni Zəhra və Peyğəmbər sallallahu aleyhi və səlləm bu adı ona verməmişdi və həmçinin yəni o vaxt bu ad məşhur deyil. Bu ad haçan verildi? Allah ələm səhih məlumata görə bu ad Fatimələrin o dövlətin vaxtında, dövlət Fatimiyyin, yəni o vaxt oldu, o ərəfi oldu. Yəni, Fatimilər zühur etdi və bu ad, o Zəhra adı onda verildi ona. Yəni, şişirdildi, qulub edildi. Yəni, ümumiyyətlə, Fatimə radiyallahu anh haqqında çox qulub ediblər. Yəni, rafizədə xüsusən.
həmsə Əli ibn Əbi Talib, həmsə Həsən, həmsə Hüseyin. Ali Fatimə radiyallahu anh haqqında deyirlər ki, güya hamilə olmuyor. Güya eyibdir ona hamilə olmaq. Bəzi insanlar var, belə eyib tuturlar. Güya Fatimə radiyallahu anh heç vaxtı, o prosesi yaşamayıb, yəni eyib kimi. Halbuki Fatimə radiyallahu anh evdə olub. Fatimə radiyallahu anh 4 tane uşağı olub. Zeynəb, Ümmü Gülsüm, Həsən, Hüseyin. Yəni bu faktdır. Yəni xulub etmək, nəinki Fatimə radiyallahu anh haqqında, heç bir insan haqqında şirkmək, xulub etmək olmaz. Hansının dərəcəsi haradadırsa, onu da ver. Əlavə eləmə. Vallahi, bəs edir ki, Fatimə radiyallahu anhu aləmdə qadınlara sevdidir. Nə ehtiyac var ki? O qədər fəzilətləri var ki, Fatimə radiyallahu anhə Zəhra adı zərrə qədər də ona heç eləmədi. Və bu ad Fatiməllər, yəni o vaxt oldu, Dövlə Fatimiyin çıxdı, zühur etdi və o adda, o vaxtı Allah-u Aləmə səhih məlumata görə, yəni məndə olan məlumata görə, bu ad onda verildi ona. Amma belə, Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında bu ad verilməmişdi Zəhra adına və heç özü də bu ad tanımırdı. Və bu ad sonradan verildi ona. Allah-u Aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.